11-ci sinif buraxılış imtahanlarına aid olan testlərin izahı ilə davam edirəm. Deməli, baxıram 10-cu testimizə. Burada sifətin dərəcələrinə aid testdir. Zəm vardır. Biz bilirik ki, dən müqayisə dərəcəsinin göstəricisidir. Yəni, tək hecalılarda er ilə düzəlir, çox hecalılarda isə more ilə düzəlir. Interesting çox hecalı olduğu üçün, deməli, more interesting. Bəs burada tək more interesting yazılsaydı düz olardı? Yox. Çünki burada movie sayılan tək isimdir, mütləq article lazımdır. Ona görə cavab oldu D bəndi. Deməli, baxıram 11-ci testimizə passive voice, yəni məchul növü, verilmiş cümlənin məchul növ formasını tapmalıyıq. Deməli, biz burada məchul növ görən kimi nə edəcək? Baxırıq bizim tamamlığımızı tapırıq. Tamamlıq harda gəlir? Xəbərdən sonra üçüncüdür. Deməli, burada all the apples cümləmizin mübtədası olmalıdır. Baxın, villagers olaraq qalanları elədim. Daha sonra baxıram A, B bəndinə. Baxın, burada da all the apples əslində yenə də cümlənin mübtədasıdır. Sadəcə olaraq burada zaman zərfimiz cümlənin əvvəlində gəlibdir deyə yanlışlıq yoxdur. Baxın, indi xəbərə. Had sold keçmiş bitmiş zamandır. Keçmiş bitmiş zamanı mən dəyişə bilmərəm. Yəni, zamanımız olduğu kimi yerində qalmalıdır. Had been sold. Yəni, düzgün cavab olmalıdır E bəndi. Sonra baxıram 12-ci testimizə. Nida cümləsidir. Deməli, biz bilirik ki, nida cümlələri what-la an artiklından istifadə edirəm, ha ilə də D artiklından istifadə edirəm. Burada questions cəmdə olduğu halda an artiklı verilibdir, yanlışdır. What an interesting question it is. Burada heç bir yanlışlıq yoxdur. Görürsünüz, what-la an artiklı işlənibdir. Question testdədir. Testdə olduğu üçün də it is verilibdir. Hər şey qaydasındadır. 2 düzdür. 3-də how interesting the question is. Baxın, yenə də question testdədir, is verilibdir. Ha ilə də D artiklı işlənibdir. Deməli, 2-3 düzgündür. 4-də isə how interesting the questions olmalıydı. Dedik axı, ha ilə də D artiklı istifadə olunur. Bunlar da ümumiyyətlə yanlışdır. Baxıram 13-cü testimizə. It's very noisy, çox səs-küylüdür. I can't hear it deyərək məsələ işdə bilmirəm. Baxın, lap deyəlim ki, tərcüməni bilmirik, noisy nə deməkdir. Biz bilirik ki, have-dən sonra to işlənməlidir. Had-to keçmiş zamandır, cümləmiz isə indiki zamandadır. Uzlaşma pozulur, ona görə də eləndi. To be able to ilə işlənir. Should-dan da sonra to işlənməz. Düzgün cavab oldu A bənd.